Bəli, sizi Şərqi Zəngəzurdan salamlayıram. Sizin də qeyd etdiyiniz kimi dünyanın ən məşhur səyyah qrupu məhz Qarabağ və Şərqi Zəngəzura səfər etmək üçün buradadırlar. Onlar əslində dünəndən səfər etməyə başlayıblar. Dünən Ağdam və Şuşa şəhərlərində olublar. Bugün isə Zəngilan, Cəbrayıl, Laçın və Füzuli şəhərləri planlaşdırılıb. Mən onu qeyd etməliyəm ki, səyyahlar bugün gün ərzində şəhərin tarixi məkanları, zəngin mədəni irsi və təbii gözəllikləri ilə tanış olacaq. Həmçinin işğaldan azad edildikdən sonra aparılan geniş miqyaslı bərpa və quruculuq işlərini yerində izləyəcəklər. Qeyd edək ki, Nomadmania dünyanı 1301 bölgəyə bölərək xüsusi səyahət reyting sistemi formalaşdırıb. Bu dəfəki heyətə isə 42 ölkədən 80 nəfər daxildir. Bu isə sadəcə indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur. Klubun təsisçisi Harry Mitsidis bu bölgələrin hamısında səfərdə olmaqla hazırda dünya üzrə lider mövqedə qərarlaşıb. Təşkilatın illik toplantısı da ilk dəfə olaraq məhz Azərbaycanda keçirilib. Buna görə də səfər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, 2020-2025-ci illər ərzində dünyanın aparıcı səyyah klubları vasitəsilə Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 15 beynəlxalq səfər təşkil olunub. Hazırki səfər isə sayca 16-cı hesab olunur. Hələlik bizim sizə çatdıracaqlarımız bu qədər. Sözü isə mən yenidən studiyaya ötürürəm.